Bilirsiniz, mən gene de demiştim ki söhbətimizin əvvəlində bu ABŞ-ın proyektidir. ABŞ da bunu idarə eləyirdir. Və ABŞ-ın yardımları ilə Avropa Birliyinin yardımları belə deyək, müəyyən bir şəkildə ayırırdı. İndi bu saat ABŞ çəkilib qırağa, nəinki çəkilib qırağa, hətta tələb eləyir ki, bu münaqişənin sonuna gəlsin. Yəni sülh müqaviləsi bağlansın. Yaranmış vəziyyətə deyəndə, bu yaranmış vəziyyətlə bağlı heç nə dəyişmir axı. Nə insanlar gəlib qayıtmır, nə təmas xəttində heç bir irəliş yoxdur. Ukrayna ordusu tərəfindən işğal daha da çox genişlənir, dağıntılar daha da çox çoxalır. Yaxşı, Ukrayna indi bu saat bunu uzatmaqla nəyə əldə edə biləcək? Heç nəyi. Beynəlxalq qurumlar da sanksiyalar, hansı sanksiyalar verə bilərdilərsə axır veriblər. Bunların da nəticəsini biz görürük. Ancaq burada ABŞ-ın artıq bu məsələni bu formada tələb kimi qoyması, bu onu göstərir ki, Ukraynanın başqa bir yolu yoxdur. Artıq Ukraynanın sərvətlərinə yiyə çıxanlar var. Və mən düşünürəm ki, nə qədər çox Ukrayna bu məsələdə belə deyək, xərclərə və Ukraynanın ayrılan pullar və s. indi bu saat. Məsələn, İngiltərədə 100 illik müqavilə bağlayıblar, ancaq verdiyini kreditlə verir. Bəli. Yaxşı, bunu sabah Avropa hansı mövqeyi tutacaq? Bu da var axı. Yaxşı, Ukrayna bu addımı atmayıb, ağ bayrağı qaldırmayıb. Başqa bir çıxış yolu yoxdur axı. Çünki onu dəstəkləyən, ona yardım edən, onu belə deyək, həvəsləndirən, onu bu addımlara vadar edən qüvvələr indi bu saat çəkilməkdədir və o qüvvələr artıq Ukraynanı parçalamaq istəyirlər. Ukraynanın belə deyək, enerji qaynaqlarına, əlvan metallarına, nə bilim torpağına, nə bilim infrastrukturuna, nə bilim o dəniz portlarına, belə deyək, limanlarına və s. hamısına yerə durmaq istəyirlər. Ukrayna nə ilə qalacaq? Bu məsələ Ukraynanı bugün düşündürməlidir. Doğrudur. Deyir, bizdə atalarda belə bir söz var, ziyanın yarısından da qayıtmaq xeyirdir. Axı, Ukrayna heç nə əldə edə bilmir, sadəcə itirir. Ona görə də mən düşünürüm, mənim fikrim budur ki, yəni bu məsələni əgər ABŞ çəkilirsə və məsələni belə qoyursa, Ukraynanın artıq heç bir ümid yeri qalmır. Gəlmişkən, Ərəbistanda razılaşdılar ki, bir-birinin